İzleyicilerimiz, şəhidimizin anası çıxdı. Salamlayırıq sizi. Allah sizin kimi analara can sağlığı versin. Əlinizdən öpürük. Elə evlatlar yetişdirmişsiniz ki, bu günlərim onlarla Azərbaycan ölkəsi, Azərbaycanın xalqı, prezidenti onlarla fəxr edir. Çok sağ olun. indi olsun. Gelen ayakların var olsun. sağ olanım, sağ ol, var ol. Girək şəhidimizin bəli dəyərli izləyicilərimiz, şəhidimizin otağıdır. Şehit İlyaslar. Şəhid İlyas balanın otağıdır. Allah məkanını cənnət eləsin. O cümlədən bütün şəhidlərimizin məkanını cənnət eləsin. Öyle İlyaslar dedi kardeş. Hə, İlyaslar. İki şəhiddir səndə. İki şehit de hem bağlı ikisi de. Həm əmsi də, özü də. Allah məkanlarını cənnət eləsin. Dəyərli izləyicilərimiz, mən istəyərdim ki, indi bu günlərim şəhidimizin anası danışsın. Şəhidimiz barədə yəqin ki, ana daha ətraflı danışar. Salam aleyküm hanım. Aleykümselam, çok hoş gelmişsiniz. Sağ ol, Ayakların sağ ol. var olsun. Sen ki böyle beni yada saldın, balalarımı yada saldın, İlyaslarımı. Hə. Çok sağ ol. Gelen ayakların var olsun. Sağ ol ana. Ben Özü o təqdim elə. Şahveladov Sadaqət Aşır qızı. Ben İlyasların anasıyım. Biri qaynımdı, balaca qaynımdı. Biri de öz balamdı. Bacım oğlu da şəhid olmuşdu. Yanım yerim de şəhid olub. Ama yani balım İlyasların dərdi mənə çox zaddı. Ağırdı. Ağırdı. Dözmürəm. İlyas çox dədəkal uşaqdır. Çox belə dedikcə bacı qardaş dərisi idi. Çox belə dedikcə fərqli idi. Çalışırdı ki, ananı, bacını, qardaşı üçüncü uşaqdır. Daimi yaxşı saxlayır, taraz saxlayır. 10-cu 8-i qutardı. Bu atestatın almaq məqam gələndə qiyməti 3 idi. Dedim, elə qiymətlərini də sən bilirlisən, oxuyansan, sən bu riyaziyyatdan sən uzaqsan, niyə 3 almışsan? Dedi ki, ana, mən elə bir yol seçəcəm ki, mənim bu işlərim yada düşməyəcəkdir. Mən yaxşı belə şəraitlə dadolayacağım. Hə, yenə də unamadım. Dedi ki, ana, sən qorxmaya bu işdə üçün ölürsən, gör mən nə şəraitlə olacağım, gör mən nə şərait... Uca adlı olacaq. Uca adlı olacağım. Ana, adım danışılacaq. Heç mənim bu işlərim yada düşməyəcəkdir. Elə vaxt oldu ki, elə 10-cu bitirdi, getdi əsgərliyin çəkdi, gəldi. Dedim, Eliş, mən, sən özün bilirsən, sən balalarımın istəhlisisən, anasız, atasız. Yetim qızım, mən sənlə canlıyım. Dəndə dedi, ana, dedim, nədir? Dedi, ana, sən məndən canlısansa, mən səni torpağına qaytarmaq istəyirəm. Gedirəm, mən də qoşulam, torpaqlarımızı alaq. And olsun Allaha. Heç belə qamaşmadan, oynuya, gülə getdi. Şəhid olmağına 2 gün qalmışdı. Dedim, İlyas, dedi ki, ana, nədir? Dedim, hə, sana qurban olum. İlyas, nə yaxşı danışdın məndən. Dedi ki, ana, torpaqları almışıq, az qalır. 2 gün ətən, 3 gün ətən Şuşaya gedəcəm. Bizi görəcəklər olan, Füzuluzə də almışıq. Mənlə gülə-gülə danışdı. Elə oldu ki, 3 günə ana gələcəm. O 3 günün ərzində şəhid oldu. Cəmaət o qaç gün təzədən qaç gün düşəndə. Mənə dedilər ki, sən niyə getmirsən? Biz çıxırıq, gedirik. Dedim, balam mənlə gülə-gülə danışır. Mən heç vaxtı getmərəm. Mən İlyası gözləyirəm. Mən İlyası seçərək getmərəm. Dağa da gedəndə dedim, İlyas, toyun tutuludur. Toyunu elə, toyunda gözüm var. Sən də toyunu elə, ondan sonra gedəm, dağda gedəcəyək dağa. Dedənə, məni bilmək olmaz. Mən alanda qalacağım. Sən dağa gedərsən. Sən deməsən, müharibə düşüb, heç mənim də hoşum kəsmirmiş. Falan bilirmiş ki, burada qalasıdır.
Allah mekanı cennet Çok eləsin. sağ olun. Dert çoktur. Ana, inşallah yaxın vaxtlarda da Əmisinin də adını daşıyırdı. Geldi hərləndi, dedəmi, qanını alacağım. Yok, bu da ya. Əmisi, bu da ya, bax budur. Polat 18 Həşimovun yaş. yanında. Hə. Dedəmi, qanını alacağım, qoymayacağım qanın yerdə qala. Əmisinin də qanını aldı, özü də şəhid oldu. Əmi bala indi Bərdədə dəfn olunub, Bərdə şəhidlər xiyabanında. Çok sağ olun. Allah mekanı cennet Yada eləsin. salırsınız. Ana, bir de bunun mövludu ne vaxt olacak? Avqustun 6'sı ad günüdür. Mövludu. Mevludu, hə. Ha, torpağa tapşırılan günü. Torpağa da tapşırıldığı gündə aprelin 10'udur. 9'u müharibə düşüb, ayın 10'u bastırılıb. Allah mekanlarını cennet Hə. eləsin. Yaqın ki inşallah onda da iştirak eləyərik. Amin. Hak Sesi Çox TV1. xoşdur sizin gəlməniz, bizi belə yada salmaq. Gözüm yolda olur. Ki belə sizi kimi cənablar gələ, yada salar. Allah razı olsun. Yaqın ki bilirsən indiki vaxtda yani siz həmişə diqqət mərkəzindəsiniz. Allah prezidentimizin canı sağ eləsin. Hə, çox sağ Mehriban olsun. xanım da Çox sağ olun. ailəlikcən həmişə deyir ki, Mehriban xanım deyir ki, şəhidlərimiz bizim evladımız, qardaşımız, qazilər bizim qardaşımızdır. Cənab Prezident də ki, onun siyasətinin bir qolu da şəhidlərə, ondan sonra qazilərə diqqət və qayğının Hə, çox əsasıdır. sağ olsunlar. Hə, bizə çox qayğım dururlar. Mehriban Əliyev də sağ olsun, İlham Əliyev də sağ olsun ki, bu şəhidlərin, dəyərlərini unutmurlar, bizi unutmurlar. İnşallah, Bizi daimi yadda saxlayırlar. inşallah onların da Cənab Prezidentin etimadın doğrudan nə qədər Mənim dərdim ağırdır. Toy xonçasına qara bağlamışam. Toy mağarına qara bağladım. Xonçası qurulu qaldı. Bəlkəsimin pulun vermişdim, mağazında qaldı. Ondan sonra gəlinin paltarı, pulun vermişdi, behim verdi, qaldı. Mənim dərdim çoxdur. Allah məkanın cənnət eləsin, yarımçıq arzular qaldı da. Çox. Analar indi onu daşıyır. Çox. İndi o çəkəni mən çəkirəm. Bəli. Allah məkanın cənnət eləsin. Nişanlı, toy tutulu, toy qoynunu, qoçunu, göngəsini yasına kəsdim. Heç gəldi ki, 2 gün gələcək, toyun eli ondan bir də qaydı. Qismət əlbət beləymiş. Yazısı belə yazılmış. Allah məkanın cənnət eləsin. Dəyərli izləyicilərimiz, növbəti çəkilişimizdən haqqı deyənin, haqq yolunda şəhid olanlarımızın çəkilişində olacağıq. Sizlərə təqdim edəcəyik. Allah məkanlarını cənnət eləsin. Belə analarını da əlindən öpürük. Çox sağ olun, çox var olun. Sağ olunsun. Gələn Ki siz var olsun. bu cürə yəni belə deyək ki, evlad acısını siz daşıyırsınız. Kasıb evdən. O Kasıb məni, evdən. məni Mərd kirada evladlar. qoydu. Məni kirada qoydu, getdi. İnşallah Cənab Prezidentimiz yəqin ki sizi efirdə görər. Sizin müraciətiniz ki, sizi düzdür. Bu kasıbçılıqla yaşayıb, onları böyüdüb, torpaq üçün Amma pəhlivan. qurban verdiniz. Bəli. Devlətimiz də sizi yəqin ki yada salar. Evlə təmin olunarsınız, torpaqla təmin olunarsınız inşallah. Qoşunu gözləyirəm. İlyaslar oranı gözləyirdi. Hə. Ki, anadır. Gedəcəm vətənimə, səni vətəninə aparacağım. Özü də bizə irişkan deyirdi ki, siz almadınız, görə alan oğlan nətər alacaq torpağı. Allah Elə məkanı aldı cənnət. da getdi də. Şükür bir nərim şəhid versək də kaş olmayaydı. Amma onların qanı ilə 44 günlük möhür yazıldı. O möhür də yeganə Azərbaycandadır. 44 günə o evladlarla bərabər siz də onların arxasında olduğunuz Cənab Prezidentin irəli komandası ilə bu torpaqlar alındı. İndən belə yaşayın ki, yaşadasınız.
Çok sağ Allah olun. mekanlarını cennet eləsin değerli izleyicilerimiz. Ben Əliyev de sağ olsun, İlham Əliyev de sağ olsun ki bize çok kaygım gösterir. İnşallah. Bəli, sağ bəli. olun. Sağ olun. Değerli izleyicilerimiz, bununla da müvəqqəti tutulu olaraq olur. hə, Nişanlı olur. çəkilişimizi dayandırırıq. Növbəti çəkilişə qədər, növbəti şəhid ailələrindən görüşə qədər.